Salam uşaqlar, 7-ci sinif Namazovdan izah verəcəm sizə. 2 dəyişənli xəttə tənik və onun qrafiki A və B variantını izahını verəcəm. Keçək suallarımıza. Burada yazım. Deməli, bizdədir ki, verilmiş təniklərdən hansı 2 dəyişənli xəttə tənikdir? 2 dəyişənli xəttə tənliyi biz burada necə tapacağıq? Bu kvadrat olanları götürmüş. İnşallah diqqətli olun. Suala baxanda birində diqqətli olmaq lazımdır. Görə bu bizdən nə soruşur? 2 dəyişənli xəttə tənikdirsə, burada 2 dənə dəyişən olmalıdır. C variantı, D variantı ola bilməz. Yerdə qalır A variantı, B variantı. Burada biz baxırıq, cavabımız B variantı olacaq. Burada isə A-nı götürməyəcək. Çünki A-nı burada götür X, Y çıxılsın Y-dir. Bizdə yəni AX üzərində BY bərabərdir. C şəklində verilən təniyyədir 2 dəyişənli xəttə təniyi. Deməli, cavab burada eləcək B variantı. Keçək növbəti suala. Bax, görün, sual burada verib bizə ki, bərabərliyini 2 dəyişənli xətti təniy şəklində yazın. Yəni bu şəkildə yazın. Baxın, bax B variantı, bax cavabımız budur. İndi biz bunu bu şəklə gətirməliyik. İndi baxırıq. Deməli Y bərabərdir. Misalın şərtini köçürdək əvvəlcə. Mən 12 ilə 6-ya əkop tapıram. Və 12-nin özü eləyəcək. 12-ni 6-ya böləm eləyir 2. Buraya yazıram 2. Üzərinə gəlsən 12. 12-ni də 12-yə böləm bu eləyir 1. 2-ni x-ə vuranda bu edir 2x, 7-ni də 1-ə vuranda edir 7. Deməli, bunu bir sürətdə yazaq. 12 bu yuxarıda yazım, 2x də gəl 7. Bunu yazdım belə. İndi mən nə edirəm? Yəni, aldım tərini ki, y bərabər 2, x üstə gəlsin 7, bölünsün 12. Bunu çarpaz şəklində vururam, 12-ni vururam y-ə. 12y bərabər 2, x üstə gəlsin 7. Düzdür? Bizə nə? Aha, bir sərbəst ədədə deyir bərabər olsun da. Yəni bu sərbəst ədədim 7-dir. Yanında dəyişəni olmayan ədədə sərbəst ədəd deyilir. Burada 12y 2x bu tərəfə çıxanda çıx 2x bərabərdir müsbət 7. Baxaq bizə burada cavab nə verib? Y ilə yazıb. Bizdə x ilə verib bunu. Olsun, fərqi yoxdur uşaqlar. Bunu x ilə yerini dəyişsək. Belə yazaq da, baxaq. Buradan yazaq. 2x üstə gəlir 7 bərabər deyil 12y. 2x çıx 12y bərabərdir mənfi 7. Baxaq indi cavabımıza. Yəni bu da düzgün cavabdır. Bu da düzgün cavabdır. İndi bizə hansını verib onu götür. Görək nədir? X-dan başlayıb. Bax 2x çıx 12y bərabərdir mənfi 7. Cavab deməli 2 də A variantı. Keçsəm 3-cüyə. 5x üstə 2y bərabər 6 tənində y dəyişəni x-ə əvəz edin. Yəni y ilə başlasın. 5x üzərinə görsən y tapdı. Bütün variantı y tapdı. 5x üstə 2y bərabərdir 6. Mən birinci buradan 2y tapıram. 2y tapanda bərabərdir 6-dan çıxıram 5x. Düzdürmü? Y də buradan bərabər nəyə? 6 çıxılsın 5x bölünsün 2. Düzdür, bu şəkildə saxlayıram. Amma baxam ki, məndə tənim bu şəkildə verməyibdir. Bərabərdir. 6-nı 2-yə böləm. Eləyəcək neçə uşaqlar? Eləyəcək 3. Çıx. 5x-də 2-yə böləndə eləyəcək nə qədər? 2,5x. Cavabımıza baxaq. Mənfi 2,5x. 3 çıxılsın 2,5x. Bir dəqiqə, harada səhvlik elədik? 6 çıxılsın 5x bölünsün 2. Y tapanda 6-nı 2-yə böləndə bir dəqiqə. Cavabımız uşaqlar bu elədir. 3 çıxılsın 2,5x. Mənim cavabım burada. Burada elə bir cavabı yoxdur, amma cavabımız budur. Yəni y tapanda buradan 6 çıxılsın 5x-i bölürük 3-ə. Burada niyə səhv yazıblar bilmirəm. Burada elə cavabı yoxdur. Bizə uyğun gələn cavab ya bu ola bilər, bura 3 yazırıq, ya da bu ola bilər, bura 2,5 yazacağıq. Yəni, amma bizim cavabımız 3 çıxılsın 2,5x-dir. Yəni, özünüz də görürsünüz ki, 6-nı 2-yə bölündə 3 eləyir, mənfi 5x-i 2-yə bölündə 2,5x eləyir. Yəni, burada cavab yoxdur, amma bizim cavabımız budur. İndi testlərdə olur səhvlik. Keçək 4-cü suala. 4-cü sualda bizə nədir? Təniyinin qrafiki aşağıdakılardan hansıdır? Biz nə edirdik bu zaman?
Tənliyi yazaq. 2x üzərinə gəlsin 3y. 6'nı keçirir bərabər də 6. Bir dəfə x-a 0 verək. X-a 0 verəndə, yəni 2 vur 0 üzərinə 3y bərabər də 6. Bu getdi 3y bərabərdir 6, y bərabərdir 2. Deməli x-a 0 verəndə y-im elədi 2. Bunu yazdık burada. İndi gəl y-ə 0 verək. 2 vurulsun x üzərinə 3 vurulsun 0 bərabərdir 6. 2x bərabər bu getdi 6. X bərabər 6'nın da 2 elədi 3. Bu da elədi 3. Deməli mənim qrafikim bax belə başlayacaq. Bu qrafiki mən çəkim. Deməli y-im olacaq 2. Bu x bərabər 3 yazaq. Y-im elədi 2. X-im elədi 3. Qrafikim bax buradan keçəcək. 2 ilə 3'dən. Cavab D variantı. 4'də cavab D variantı. Keçək 5-ci suala. 5-ci suala baxaq. Görürsünüz qrafik bu nöqtədə ki, bu x-in qiyməti bu y-in qiyməti. X-in yerinə a qoyaq. -4 vurulsun a, üzərinə 5 vurulsun -3 bərabərdir -7. İndi burada həll edək. 4'ü ayağında -4a çıx 5 3 ayağında edir 15 bərabərdir -7. -4a bərabər -7 üzərinə gəl 15. -4a bərabər 15'dən 7 çıxanda 8. Əks işarəndə çıxıram. A da bərabər 8-ə -4'ü böləndə edir -2. A-nı tapdım -2. Deməli 5'də cavab A variantıdır. Keçisi 6-cı suala. Gətirim yenə həmçinin x-in yerinə 2 qoyuram. 2 bölünsün a vurulsun 2. Üzərinə 3 vurulsun y-in yerində 3 durur. 3 bərabərdir 5. 4 bölünsün a üzərinə gəl 9 bərabərdir 5. 4 bölünsün a bərabər 5'dən çıxıram 9'u. Bu da verəcək mənə -4. Bizə nədir? Bu düz xəttin bucaq əmsalını tap. A-nın qiymətini soruşur. 4 A da bərabərdir -1 eləyəcək. Bizə baxaq hesablama səhvimizə. Burada A-mızı -1 aldıq. Bir də baxaq. Mən neçəni yazırdım? Mən 6'nı yazırdım. 2 bölünsün A vursun 2 üzərinə gəl 3 vursun 3 bərabər 5. 2'ni 2'ye vuram 4 üzərinə gəlsin 9 bərabər 5. 5'dən 9 çıxıram eləyir -4. A da bərabərdir -2. A-nı tapdım -2. A-mız bu düz xəttin bucaq əmsalını tapın. A-mız -2'dir. Yəni y bərabərdir kx üzərinə gəlsin b-dir. K-mıza burada verib, K-mıza tapmışıq biz burada nə? -2. Gətirən yerinə qoysaq, yəni bu burada qoyuruq da yerinə. Y bərabərdir. A-nı -1 tapmışam. 2'ni -1'ə bölündü. Ya da -2 x üzərinə gəlsin 3 bir dəqiqə. Deməli belə yazaq da burada 2'ni -1'ə böləndə -2 x üzərinə gəlsin 3 y bərabərdir 5. Deməli biz buradan y-i tapmalıyıq. Funksiyanı bərpa eləmək üçün -2 x tam açsın vərəqə rahat şəkildə görə biləsiniz. Deməli belə tapsaq biz -2 x üzərinə gəlsin 3 y bərabərdir 5. 3 y buradan tapanda 5 üstə gəl 2x olacaq. Y də bərabərdir. 5 üzərinə gəlsin 2x bölünsün 3. Hər tərəfin böləm 3'ə bərabər 5'i 3'ə böləm 3'də 5. Üzərinə gəlsin 2'nin də böləm 3'ə 3'də 2x. X'in qabağında nə durub? 3'də 2 durub. Cavabımız B variantı. 6'da B bəndi. 6'da cavab B bəndi. Keçək 7-ci suala. Cədvəldə x və y dəyişənin qiymətini verilmişdir. Bu ədədin üçün hansı 3x tənliyinin köküdür? Gətirim qoyuram yerinə, yoxlayıram. Bax 3'ü 1'ə vururam 3. Bax bir yerinə qoyuram. 3 vurulsun 1. Bax buradakı bu da y çıxır 2 bərabər 3'dən 1. Bir də cavab 8 verir. Bu səhvdir. Keçək burada -3'ü vururam -2'yə elir -6 çıxılsın 6 bərabər -12. B bəndidir. Keçəm C variantı. 3'ü vururam 3'ə eləyir 9. 3'ü vururam bu 3'ə 9 çıx y-in yerinə 1 qoyuram. Bərabər 8. Cavab deməli C variantıdır. Keçəm 8-ci sualımıza.
Y bərabər 2 olarsa, aha da 5x çıx 4 vurulsun 2 bölünsün 6 bərabərdir 2. 5x çıxılsın 8 bərabər 6-nı 2 vurum edir 12. 5x bərabər 12 8 gəlm edir 20. X də bərabər 20 də 5-ə bölüm edir 4. Cavab D variantı. Keçəm 9-cu suala. Bucaq əmsalı -2-dir. -1 A nöqtəsi bu tənin qrafiki olarsa, deməli uşaqlar davam eləyək. Gətirim mən bucaq əmsalı deyirsə, birinci biz buradan y-i tapaq. 3x çıxılsın b, y və y bərabərdir -9. B, y-i buradan tapanda 3x üstə gəl 9 olacaq. Çünki b, y bu tərəfə gedir müsbət, -9 bu tərəfə gedir müsbət 9 oldu. Buradan da y bərabərdir 3x böl y üzərində 9 bölsün y yazaq. Və x-i də gətirib oldu burada yazıram. Düzdürmü? Daha doğrusu b-yi y nədir yazın? B yazmalı. Deməli, x-in qabağına nə durub? 3 bölünsün b durub. 3 bölünsün b-ni bucaq əmsalı nə verir mənə? 2 verdi. Yəni 3 bölünsün b bərabərdir -2-dir. -2b bərabərdir 3. B də buradan bərabərdir -1,5. Deməli, bizim b-imiz -1,5-dir. Gətirəm, qoyuram yerinə yazam. Y bərabərdir. Bax, funksiyan bu deyildi. Baxın. 3 bölünsün b, x üzərinə gəlsin 9 bölünsün b altında. Gətirim, b-lərin yenə -1,5 qoyuram. 3 bölünsün -1,5, x üzərinə gəlsin 9 bölünsün 1,5 bərabərdir. 3-ü -1,5-ə böləndə elir -2. X üzərinə gəl 9-a 1,5-ə böləndə elir 6. Mən aldığım funksiyam y bərabər -2 x üstə gəl 6. Aldım. Baxın, funksiyamı aldım. Sonra şərtlər nədir? -1a. X-in yerinə -1 qoydum. Y-in yerinə də a qoydum. A bərabərdir. -2 vurulsun -1 üzərinə gəlsin 6. O da bərabərdir. -2-ni -1-ə qoydum müsbət 2. Üzərinə də 6 gələndə bu da bizə verəcək 8. Yenə hesablamamızda hardasa səhv elədikdən baxaq. Yəni baxaq tam nədir bu? Deməli uşaqlar, mənim səhvim buradadır. Bura -1,1. Bu çıx 6-dır. Bax, bu səhvi burada eləmişəm. Yəni yaxşı ki, yuxarı səhv eləməmişim. Görürsən, bir daha rəqəm səhvi, cavabı bizdə səhv edir. -4. Cavab burada -4-dür. Cavab A variantı. Keçək növbəti sualımıza. 10-cu suala. Bir tənin qrafiki 2-2 nöqtəsindən keçir. Mən ya gətir bir qoyub yoxlayam. Bax, 2, bax, gətir burada qoyaq. Birinci, 2 vurulsun 2, üzərinə 3 vurulsun 2, bərabər. 2-ni 2-yə vuram 4, üzərinə 3-ü 2-yə vuram 6, bərabərdir 10 edir. Deməli, bu düzdür. 1-ə uyğun gəlmir. İndi 1-ə bax, gəlin C-ni yoxlayaq, düz gəlirmi? 2 vurulsun 3, üzərinə 3 vurulsun 1. Bərabər 2-ni 3-ə və 6, üzərinə 3 bərabərdir 9. Deməli, birinciyə C uyğun gəldi. Birinciyə C uyğun gəldi. İndi 2-yə baxaq. 2-yə baxaq, gətirək A-nı mütərizdən qoyaq burada yerinə. 5 vurulsun 2, çıxılsın 4 vurulsun 2. 10 çıxılsın 8 bərabərdir 2. Deməli, 2-yə A uyğun gələ bilər. İndi 3-ü yoxlayaq. A-ya baxdıq, 3-ə baxaq 3. -4 vurulsun, yeni qoyaq yerinə. -4 vurulsun -2, üzərinə 3 vurulsun -1 bərabərdir. -4-ü -2 onda -8 çıx 3. Bu da verir mənə -11. Deməli 3-ə də Y uyğun gələcək. Keçirik B variantına baxmağa. Uşaqlar B variantı da yəni A variantı kimidir, işləyəcək, eyni şeydir. Baxın, xətti tənlikdir bizdə burada deyəndə. Yenə eyni qayda, bayaq dediyimizdə eynisini burada təkrarlayaraq. Yəni AX üzərinə gəlsin, bax bu olma. AX üzərinə gəlsin, BY bərabərdir. Deməli,
C-yə cavab versin. İndi 2 dəyişənin xətti tənliyi buradan başlayaq seçməyə. Baxaq görək hansı uyğun gəlir. Deməli, bax buradan nəyi ləğv eləyirik? Vermiş tənlik hansı? 3x üstə gəlsin 5y bərabərdir 7. Bəli, bu ola bilər. 2x sıx 7y bərabər 0. X bu ola bilməz. Mənfi 5x üstə gəlsin 4y bərabər 9. Bu D də ola bilər. Uşaqlar, burada yenə yaman səhvlər var. D-də uyğun gəlir. Yəni mənfi olsun da. Fərqi nədir ki? X-in əmsalı mənfi olsun, müsbət olsun. 3x üstə gəlsin 5y bərabərdir 7. Bu da ola bilər. Yəni A da düzdür burada. B variantı A-mız da düz gəlir. Nədir? D-miz də düz gəlir bizdə. Hətta B-ni də götürə bilər. Bərabərdir. Yəni bir dənə C variantı burada seçilir. A da ola bilər. Burada bizə belə verilməlidir. Xətti tənlik deyil. Deyil olmalıdır burada uşaq. Xətti tənlik deyil. Onda C variantını götürürük. C variantı xətti tənlik deyil. Sonra bir də deyir ki, bunu xətti tənlik şəklində yaz. Xətti tənlikdə, yəni bax burada bu şəkildə yaz. X-dən başlamalıdır. Bax yazıram. Y bərabərdir. Mənfi 3-də 2x üzərinə gəlsin 8. Hər tərəfi 3-ə vuram. 3y bərabərdir. 3-ü 3-ə vuranda edir mənfi 2. X üzərinə gəl 8 3-ə vuranda 24. Buradan da ki 24-ü keçirməli o tərəfə. Yəni 3y üzərinə gəlsin 2x bərabərdir 24. 3y deməli 3y üzərinə gəlsin 2-də cavab D variantı. Y ilə ifadə edin. Yəni buradan bizdən soruşur. Baxaq x dəyişəni y ilə ifadə edin. Bax x-i tapaq buradan 3-cü sualda. 3x çıxılsın 2y bərabərdir 8. 3x bərabərdir. 3x tapan 8 üzərinə 2y olacaq. X-i də buradan tapanda 8 üzərinə gəlsin 2y böləcəm 3-ə. Düzdürmü? Buradan da baxaq. 8-i 3-ə böləm yazım 8 bölünsün 3 üzərinə gəlsin 2y böləm 3-ə. Bu testdə səhvliklər uşaqlar yaman çoxdur. Bizim cavabımız budur. Ya bu cavabımız budur. 8 bölünsün 3 üzərinə gəlsin 3-də 2y. 3-də 2y eləyəcək. Burada səhvlər dəhşət çoxdur. Bilmirəm niyə belə səhvlərə yol verirlər. Burada deməli bu heç bu ümumiyyətlə səhvdir. X bərabərdir. 2y bölünsün 3 olmalıdır. Məsələn B variantı olsa 2y bölünsün 3 olmalıdır burada cavabda. Keçid 4-cü suala. Aşağıdakilərdən hansıdır? Baxırıq. 4x sıx 3y bərabərdir mənfi 12. X-a burada 0 verək. X-a 0 verək. 4 0 0. Mənfi 3y bərabərdir mənfi 12. 12-ni də 3-ə böləndə y bərabərdir 4. Bura y bərabərdir 4 yazıram. Həmçinin də y-ə 0 versək, bu gedəcək. Yəni 4x bərabərdir mənfi 12. X də bərabər mənfi 12-ni 4-ə böləndə edir mənfi 3. Gəlin burada vuraq, sonra rahat şəkildə tapaq. Y-ə tapdım 4, x-i tapdım mənfi 3. 4-dən mənfi 3. 4-də cavab burada A variantıdır. 5-ə baxaq. 2x 3y tənqir yenə gətirəm x-in yerinə 4 qoydum, y yerinə mənfi b. Yəni 2 vurulsun 4, çıxılsın 3 vurulsun mənfi b bərabərdir mənfi 7. 8 üzərinə 3b bərabərdir mənfi 7. Mənfi 7 bu tərəfə gələndə toplanır. Yəni 8 üstə gəlir 7 bərabərdir 3b, 15 bərabər 3b, b də bərabər 15-i 3-ə bölündə uşaq edir 5. Cavab burada C variantıdır. Bir dəqiqə, haradasa səhvlik görək yoxdursa, yoxlayaq. 2 vursun 4, çıxılsın mənfi 3 vursun mənfi b, müsbət 1, mənfi 7. Hə, bir də burada bu mənfi 3b-dir. Cavab mənfi 5 eləyəcək. Cavab burada 5-də A variantıdır. Keçək 6-cı suala. 6-da bizdə nə deyir? 1-2 nöqtəsi. Demək, x-ə yenə 1 qoyacaq. Bu da baxa, x-ə yenə 1 qoyacaq. 3 vurulsun 1, üzərinə gəl 8 vurulsun. B-ni nədir? B vurulsun. Y-in yerinə 2 qoyacaq. Bərabərdir 5. 5-dən 3 çıxıram. 16 bölünsün B bərabərdir 2 eləyir. 16-nı 2 burada yerində ixtisar aparar. 8 eləyir.
B bərabərdir 8. İndi bizə baxaq nədir? B-ni tapdım 8. Bu düz xəttin bucaq əmsalını tapaq. Tapaq bucaq əmsalını. Gətir B-ni yerinə 8 qoyaq. 3x üzərinə gəlsin. 8 bölünsün 8y bərabərdir 5. 8-i 8-ə böləndə 1 eləyir. 3x üzərinə gəlsin y bərabərdir 5. Bu düz xəttinin bucaq əmsalı. Bu da bizə verəcək. Bucaq əmsalı bizdə burada elə 3 eləyir. 6-da 3 eləyir. Baxaq başqa. Bir də yoxlayaq. 3-ü 1-ə vururam. 3 üzərinə gəlsin. 8 bölünsün B y-in yerinə 2 yazıram. Bərabərdir 5. 3 5-dən 3 çıxıram eləyir 2. 8 2 16. B bərabərdir 8 düz yazmışam. Bunlar yəni misalımız düzdür uşaqlar. Cavab eləyəcək 3. X-in əmsalı. Burada ümumiyyətlə bizdə B-ni tapmağa ehtiyac yoxdur. Bu düz xəttin bucaq əmsalı X-in əmsalı burada 3 verib bizə. Yəni Y-i tapanda buradan Y-i tapanda buradan 5 çıxılsın 3x olacaqdır. Və salam, bizim misalımızda düzdür. Bir dəfə də həll edeyim. Yəni eyni misaldır uşaqlar. Yəni bunu burada düz, bunu burada səhv mümkün deyil ki, həll edək. Bir də tapaq burada baxaq. 3 vurulsun 8 bölünsün B vurulsun. Y-i ya aşağıda vermədi. İndi Y-i aşağıdan yazaq. Görək burada səhvlik hardadır. Yəni bəlkə Y aşağıdır. Bərabərdir 5. 8 ilə 2 ixtisariyyəti yuxarıda qaldı 4. 4 bölünsün B bərabərdir 2. B bərabərdir deməli 4 ilə 2 ixtisariyyəti burada qalır 2. B bərabərdir 2. B-ni tapdım ki, gətirib qoyuram yerinə. 3x üzərinə gəlsin. 8 bölünsün 2 bərabərdir 5. 3x üzərinə gəlsin. Bu da y-im də var uşaqlar. 4 bölünsün y bərabərdir 5. Əgər o qaydana yazsaq. Biz buradan x, y-i tapmalıyıq. Yox, mümkün deyil. Yəni burada uşaqlar bizim misalımız düzdür. Y aşağı, nəyə aşağıda yedim. Bizim misalımız düzdür, amma hesablamamızı yoxlaya bilərik. 8-i 2-yə böləndə 4 bölünsün B bərabərdir 5. 5-dən 4 bölünsün B bərabərdir. Yox, bir dəqiqə yazdım. 3x, 3 vurdum 1-ə 3, üzərinə gəlsin. 8 olsun ki 16 bölünsün B bərabərdir 5. 5-dən 3 çıxanda 2, B bərabər 8. Misalımız düzdür. Misalımız düzdür, misalımızda səhvlik yoxdur. Keçin növbəti suala. 6-cı suala, 7-ci suala. Deyək ki, bunlardan hansı kök? Gətirim yenə eyni qayda. 2-ni 1-ə vururam 2, üzərinə 3-ü 3-ə vururam 9. 2-yə 9 yanında 11 bu düz deyil. 2-ni mənfi 2-yə vururam mənfi 4. Mənfi 4, 3-ü də mənfi 1-ə vuranda mənfi 3. Mənfi 4 də mənfi 3, mənfi 7 verir. Burada isə bizə verir mənfi 6. Bu da düz gəlmir. Buna baxaq. Bir də bunu yoxla. 2-ni 3-ə vuraq 6. 6 çıxılsın. 3-ü də 4-dən 12. Bərabər mənfi 6. Demək, D variantı düzdür. Bu da 4 vurursun. X 3 verir 3. Üzərinə gəl 5 y. Bərabər 3-ü də mənfi 6-ya vuraq. Mənfi 18. 5y bərabərdir mənfi 18 çıxaq 12 bərabər mənfi 18 mənfi 12 mənfi 30 mənfi 30 da 5-ə bölündə y bərabər mənfi 6. Cavab B variantı. 9-a baxaq. 9-cu suala baxaq. AX üzərinə 2y bölü 8 2 dəyişən xəttə təyin qrafikin bucaq əmsalı 3-dür. Bucaq əmsalı 3-dürsə, yəni K-sı 3-dür. Bir dənə bura baxaq. Biz burada 2y-i tapsaq, bərabər 8 çıxılsın AX olacaq. Y də bərabər burada nə? Hər tərəf 2-yə bölü 8 2-yə bölü 4 çıxılsın. A bölünsün 2 bərabərli vurulsun X. Bucaq əmsalı 3-dürsə, bucaq əmsalı bu daxil. A bölünsün 2 bərabərdir 3, A bərabərdir 6. Deməli, A-nın yerində 6 duracaq. Gətirəm A-nın yerinə 6 qoyanda 4 çıxılsın. Bura 6 yazsaq 3x olacaq. Yəni, onda funksiyam y bərabərdir 4 minus 3x-dir. Bax, funksiyam budur. Gətirəm, mən nə edirəm?
X-in yerinə B, Y-in yerinə mənfi 2 qoyuram. Yəni mənfi 2 bərabər 4 çıxılsın 3B. 4 bu tərəfə keçəndə olacaq mənfi. Mənfi 6 bərabərdir mənfi 3B. B də bərabərdir 2. Cavab B variantı. 9-da B variantı. Baxaq. Burada səhvlik yoxdur mu? Səhv eləməmişik. İşarə səhvi 2y bərabərdir 8 çıxsın a2 4 çıxılsın hər tərəfi 2-yə bölsək 8 2-yə 4 aha 4 çıxsın 3 çıxız yox düzdür 4 çıxsın 3 çıxız deməli x-in yerinə qoyacağım mənfi 2 bərabər 4 çıxsın 3 vurulsun b 4 bu tərəfə keçəndə olacaq mənfi 6 2 müsbət 2 b bənd edəcək. Keçirik 10-cu suala. 10-cu sualda bayaq dediyim qaydanı 10, bayaq ki 10'dan, yəni həll eləyirik.